Türkiyənin Antalya şəhərində Türk dünyasının ikinci beynəlxalq riyaziyyat olimpiyadası başa çatıb. Azərbaycan şagirdləri olimpiyadadan yüksək nəticələrlə vətənə qayıdıblar. Təmsilçilərimiz 32 medal qazanıblar. Azərbaycan şagirdləri TEMO 2025 finalında böyük uğura imza atdılar. Türkiyənin Antalya şəhərində keçirilən olimpiyadada ölkəmiz 70 nəfərlik şagird heyəti ilə təmsil olundu və 32 qızıl medal qazandı. Olimpiyadanın final mərhələsində şagirdlərimiz riyaziyyat üzrə Türkiyə, İran, Rusiya, İordaniya, Nigeriya, Çin, Pakistan, Hindistan, Qazaxıstan, Özbəkistan, Qırğızistan da daxil olmaqla 18 ölkədən 1399 iştirakçı ilə mübarizə aparıb. Təmsilçilərimiz olimpiyadada 8 qızıl, 8 gümüş, 16 bürünc medal qazanıb. Türk dünyasının ən böyük olimpiyadası Türkiye International Matematik Olimpiyadasının ikinci final mərasimi keçirilmişdi. Bu gördüyünüz uşaqlar da və bundan əlavə də şagirdlərimiz Azərbaycanı o yarışa təmsil etmişlər. 70 şagirdlə təmsil olurduq. Vətənə 32 medalla və dünya birinciliğindən dönürük. TEMO keçən yaradılmasına rəğmən qısa bir zamanda Türk dünyasının ən prestijli olimpiyadalarından birinə çevrildi. Bu olimpiyada təkcə uşaqların riyaziyyat biliyini ölçmədi, həm də onlara düşünməyi, gəzməyi öyrətdi. Final mərhələsində fərdi göstəricilər üzrə komandamızın üzvləri Murad Məmmədli və Sadıq Sadıqzadə dünya ikincisi, Nazlı Ələkbərzadə isə dünya üçüncüsü olaraq xüsusi mükafatlara layiq görülüblər. Qeyd edək ki, dünya üçüncüsü olan Nazlı Ələkbərzadə və bürünc medalçı Əkbər Əlizadə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Əli Əkbərovun övladlarıdır. Bir neçə vaxtdır ki, bu olimpiyadalara hazırlaşırdım. Bunun nəticəsində də dünya üçüncülüyü, Azərbaycan birinciliyi, diamond və qızıl medal qazanmışam. Bundan sonraki olimpiyadalarda da böyük uğurlar qazanacağım və Azərbaycan bayrağını göylərə ucaldacağım. Mən bu olimpiyadalara ikinci sinifdən bəri hazırlaşmağa və məntiq və riyaziyyat üzrə olimpiyadalarda iştirak etməyə başlamışam. Mən bundan sonraki olimpiyadalarda da yüksək nəticə göstərib bayrağımızı uca tutacağam. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun təşəbbüsü ilə final seçim mərhələsində Vətən müharibəsi şəhidlərinin və müharibədə əlilliyi müəyyən olunmuş şəxslərin övladlarının, 27 nəfər övladının seçim mərhələsində iştirakı təmin edilmişdir. Qazandığı medalların sayına və əyyarına görə Azərbaycan komandası dünya sıralamasında Çin və Türkiyədən sonra 3-cü yerə yüksəlib.